Dostlar arasında olur ya bu. Bir danışır həvəslə ki, indi bunları güldürsün. Nə deyir? Deyir ki, sonra yaxud da nə olsun? Pərt oldu qaldı. Pərt olur. Yaxşı deyil adam dostları pərt eləsin. Mənim ən xoşuma, uşaqlıqdan xoşlamadığım xüsusiyyətli mənim şəxsən. Mən keçməm, yəni amma elə din də bunu deyir, şəxsən mən kimsə pərt eləmək qədər pis bir şey yoxdur. Adam pərt üzünü görəndə bir insanın çox narahat oluram mən şəxsən. Hətta dostluqda da zarafat elə pərt eləmə heç kəs. Həmsən deyir, gülək, nə olsun, məsələn. Nə olsunla onu pərt eləyirsən. Peyğəmbər o əzəməti ilə deyir, otururdu cəmaatın içində. Hədis belə deyir, cəmaat dünyadan danışırdı, o da dünyadan danışırdı. Cəmaat yeməkdən danışırdı, o da yeməkdən danışırdı. Cəmaat qiyamətdən danışırdı, o da qiyamətdən. Bizim bəzi o tünd adamlar kimi, əstağfurullah, dünyəvi söhbətlər eləməyin. Cəmaat danışır, təvazökarlığın göstəricisidir. O zirvədə olan Peyğəmbər gəlib düşürdü. Hansısa 5 dənə ərəb danışırdı ki, falan məsələn, falan yeməyə belə bükürlər. Dolmanı, məsələn, də orada dolma yox idi, misal üçün. Belə o qoşulurdu, onlara danışırdı. Böyüklüyü dəsində Peyğəmbər. Amma deyir, növbət qeybətə çatanda dayanırdı. Mane olur ki, qeybət eləməyək. Bundan nəyə gəldi, nədən gəldim? Bir adam sənə lətifə, anekdot danışanda onu pərt eləmək üçün sonra sualını verirsən, başqasını pərt eləmə, öz nəfsi belə pərt eləmə. Bu nəfsi pərt eləmək əladır. Adam özü öz nəfsini bu sualdan pərt eləsin. Bu başqa bir şey.